Bir nəfər yazıb ki, süni intellekt əksinə deyir, amma qara hələ ilə tərkibində dəmir çox azdır. Ona görə də hemoqlobini birbaşa qaldıran bitki sayılmır. Demək, bu süni intellekt mövzusuna bir dənə toxunum. Ümumiyyətlə, mən ona baxmıram, qulaq asmıram. Çünki mən ona bir zaman vardı, elə suallar verdim ki, bitkilərdən, qəliz bitkilərdən gördüm, yox, başqa şey danışır. Ona görə mən ona baxmıram. Bir şey də sizə qeyd edeyim. İnsan beyni kimi dünyada mükəmməl bir şey yoxdur. O sistem bir proqramda yaradılıb. Belə bəzi şeyləri bilir, amma çox şeyləri təbii ki bilmir. Mən bu qara halilə haqda danışmağa başlasam faydalarından 1 saata qutara bilmərəm. Amma süni intellekt 1 dəqiqə tamamlayır. Bir-iki mövzu deyir, vəsə. Naprimер sizə deyirəm, bu yapon safralı alma sirkəsidir. İndi gəlin bundan sual verək, süni intellektə sual verək. Bunun bir-iki dənə faydasından deyəcək, həzmi falan belə deyim də yaxşılaşdırır və s. bir-iki dənə şey deyəcək. Amma bu varikoz damarlarda mükəmməldir. İlan kimi damarlar var, ayaqda gedir varikoz damarlar. Onlarda mükəmməl istifadə olunur. Bu bintə batılır, onların üzərinə qoyur. Gör, bu süni intellekt bunu deyəcək, xeyr deməyəcək. Babasildə bu mükəmməl istifadə olunur. Düyünlərində, bax, tərkibində rutin var, baxın. Görürsünüz? Yəni, ChatGPT ilə biz xəstəliyi müalicə eləyə bilmərik. O tam düz deyə bilməz. Mənim beynimdə o qədər kombinasiyalar var ki, yəni bitkiləri cütləşdirib, belə deyim də, birləşdirib dəmləmək. Onu bilmirəm. Yəni, mən bunun haqqında həlilənin danışsam, 1 saata qutara bilmərəm faydasından. Amma 1 dəqiqə tamamlayır. 2 dənə kəlmə deyir, vəsə. Bir dəfə bir qardaş gəlmişdi, mənə tapdı da elə bir şəhərdən durub gəlib məni axtarıb, yaxınım gəlmişdi yanıma, onkoloji xəstə idi. Bu adamın elə bil qanı geyib çıxıb laxtalanma elə bir şeydə 800-ə təsəvvür edirsiniz, trombositlər 800. Buna mən həyat tərzini başa saldım, yürüyüş eləmək falan, bəzi bitkilər. Sonra mənə bir dənə səs atıb ki, qardaş, burada bir dənə bitki var, ChatGPT belə deyir. Qardaşa sözümü dedim və ondan sonra nə qədər sual verdim, mən ona cavab vermədim. Dedim, gözəl insan, demədim, prosta qəlbimi qırmadım. Gözəl insan, sən əgər ChatGPT ilə 800 sala bilməmisənsə aşağı, laxtalanmanı, trombositləri, bəs niyə mən yanıma gəlmisən? Əgər sən onunla onu eləyə biləcəkdinsə, ChatGPT ilə gəlməzdin yanıma. Və o insanın sualları qaldı, belə deyim də, suallarına cavab vermədim. Yəni, insan orqanizmi aləmlər Rəbbi olan Allah tərəfindən mükəmməl yaradılıb. Mənim ChatGPT-yə ehtiyacım yoxdur, mən ona baxmıram. Elə insanlara da kimsə baxırsa, qulaq asırsa, özləri bilər, mənim işim yoxdur. Yəni, mənlik deyil o. Mən qısa formada sizə hər şeyi anlatmağa çalışdım inşallah ki.